Bu yaxınlarda bir neçə nəfəri ateizm çıxışlarına görə məsuliyyətə cəlb eləyiblər. Bilirsiniz, bir tərəfdən mən düşünürəm ki, doğrudan biz 21-ci əsrdə yaşayırıq və hər adamın öz fikri var. Amma bir tərəfdən düşünürəm, insanları kimin ki fikirlərinə, həyat davranışına bu sözlər, bu məqamlar çox toxunur. Hansız milyonlarca insanlar Azərbaycanımızda da öyrəşiblər artıq bu formatda yaşamaq. Kiminsə ailə üzvləri rəhmətə gedir. 7-si, 40-ı, ili, kimsə indiyənə qədər onlara dua edir. Kimlərsə məscidlərə gedirlər, namaz qılırlar. Allah rəhmət eləsin, Hacı Şahinin neçə milyon da dəstəkçisi var. Birdən də kimsə çıxır deyir ki, o yoxdur, bu olmuyor, Allah yoxdur. İnsan birisi içindən qırılır. O bir neçə insanlardan arasında biri də qazidir. Qazi də bu sözlərlə demək istəyir ki, onun Allah rəhmət eləsin şəhidləri, onun da şəhidləridir. Onunla bir yerdə vuruşan şəhidlər, onların da axı məzarlarına gedirlər, dua oxuyurlar. Onlara görə də namaz qılırlar. Onlara görə də qırx saxlayıblar və hər il dönümü ailə üzvləri gedirlər, ziyarət edirlər bunlar. Mən başa düşmürəm, niyə belə radikal çıxışlar eləmək lazımdır. Bir dənə bunu başa düşə bilmirəm. Azərbaycanda mən həm məscidlərdə olmuşam, həm kirxalarda olmuşam, pravoslav, xristiyan, katolik sinagoglarda olmuşam. İnansız Azərbaycanda bir-iki belə də demək olar ki, sakit sektada olmuşam, görmüşəm də bunların da mahnı oxuyurlar, dua eləyirlər. Hər insanın öz inamı var. Həqiqətən insana demək ki, sən inanma yoxdur, həm də bunu ağılla deyəndə insan qırılır içindən. Təbii ki, 18-ci, 15-ci əsrlər olsaydı, o inkvizisiya vaxtları olsaydı, belə çıxışlara görə insanı alova göndərərdilər. Bilirsiniz, nə edirlər belə insanlarla və yaxud bugün İranda da çıxıb həmin sözləri desəydilər, onlar da elə finiş gözləyirdi. Amma bura Azərbaycandır və bunları məsuliyyətə cəlb ediblər. Yəqin ki, bunlarla danışıqlar aparacaqlar və hansısa qısa vaxtdan sonra onları buraxacaqlar. Bilmirəm yenə də. Məncə, inanmaq və inanmamaq insanın öz şəxsi işidir. Öz şəxsi. Kimsə inanır, kimsə inanmır. Kimsə namaz qılır, kimsə qılmır. Amma gəlib insanlar demək ki, yoxdur, qəti yoxdur və spor formasına bunu çıxartmaq, sosial şəbəkələrdə müzakirə eləmək düzgün deyil. Belə çıxışlarla o deməkdir ki, nəyə onda tikirlər məscidləri. İndi Şuşada Azərbaycanın ən belə müasir, bəlkə də gözəl, hamısı məscidlər təbii ki, gözəldir, məscidlərini inşa eləyirlər. Nəyə görə onda? Yoxdursa, nəyə görə insan, kimə dua eləyirlər, onda nə üçün yaşasınlar? Sadəcə inanmayan insanlar və yaxud nəyəsə başqa şeyə inanan insanlar bunu özlərində saxlamalıdırlar və milyonlarca insanların inamını sındırmamalıdırlar. Çünki bəzi insanlarda inamdan başqa, Allahdan başqa, ona dua eləməkdən başqa daha heç nələri yoxdur. Onların heç şansı da yoxdur yaşamağa. Çünki bəlkə də vaxtıca ən əziz insanları itiriblər və bu əziz insanlarla kontakt elə dua eləməkdir və bu kontaktı sındırmaq, qırmaq, bu da böyük bir bədbəxtçilikdir. Var olun, yenə də hər insan öz fikrində qalsın, gəlin mehriban olaq və onu bilək ki, biz parçalansaq, içərdən parçalanacaq. Xahiş eləyirəm, belə eləməyək. Təşəkkürlər.